Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində deməli Atatürk prospektində yerləşən Şəfa aptekinə çox yaxın bir ərazidə 5 mərtəbəli binanın 3-cü mərtəbəsində konkret 2 otaqlı mənzil satılır. Qiyməti 63.000 manatdır. Qiymətində mən bildiyimə görə razılaşma olmalıdır. Hal-hazırda deməli siz ikinci otağı görürsünüz. Bax bu qarşıda deməli pərdənin arxasında belə deyim, açıq tipli olub. Nə vaxtsa hal-hazırda həmin deməli balkon bağlanıb, oranda otaq kimi istifadə olunur. Təmirini necə görürsünüz, bu cürdə var. İpoteka yararlıdır, yəni bu binada olan mənzillər mən dəqiq bilirəm. Deməli, bax bu otaqlardan biri, ikinci otaq isə bax bu cürdür. Yenidən mən sizə ikinci otağını göstərəm. Qiyməti 63.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax bu peçin arxasında pəncərəni görmək mümkündür. Həmin pəncərənin arxasında deməli qapalı formada, örtülü formada balkonu var. Sənədi çıxarışdır, yəni asan xidmətdə alqı-satqı edən sənəddir. Çox yaxınlıqda 18 və 29 nömrəli deməli orta məktəblər yerləşir. Bildiyiniz kimi həmin məktəblərin yanında, yəni 18-in yanında dəqiq bilirəm, uşaq bağçası yerləşir. İndi isə qapıdan giriş hissəsini görmək mümkündür. Yəni qapısı dəmirdir, 3-cü mərtəbədir. Qiyməti 63.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Mən bu cür bilirəm. İndi isə mən sizə hamamını göstərirəm. Kolonka, stil sistemi kolonkadır. Bax, deməli, bax necə görürsünüz, bu cürdə var. Bildiyiniz kimi Atatürk prospektindən 6 və 7 nömrəli marşrutlar işləyir. Onu da deyim ki, bu bina Şah İsmayıl Xətai prospektinə də yaxındır. Burası deməli mətbəxidir. 5 mərtəbəli binanın 3-cü mərtəbəsidir. Qiyməti 63.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.